Yerin geoloji quruluş xəritəsinə baxırıq. Geoloji inkişaf dövrü bir neçə mərhələlərdən ibarətdir ki, həmin bu xəritədə də məhz həmin mərhələlərdə yaranan əraziləri qeyd edəcəyik. Hazırda qədim platformalara baxırıq. Bu, Baykaldan öncəki qırışıqlıq mərhələsinə aiddir. Məhz həmin qədim platformalar, qeyd edəcəyimiz platformalar Baykaldan öncəki qırışıqlıqda yaranmış ərazilərdir. Bunlara hansı ərazilər daxildir? Məsələn, Avstraliya materikinin geniş bir sahəsini tutan Avstraliya platforması, sonra Avrasiya materikində Sibir platforması, Şərqi Avropa platforması, Hindistan platforması, Taren platforması, Çin-Koreya platforması, Cənubi Çin platforması. Daha sonra Afrika materikinin geniş bir ərazisini tutan Afrika Ərəbistan platforması ki, cənuba qədər davam eləyir. Sonra Antarktida materikində Antarktida platforması, Cənubi Amerika materikinin geniş bir ərazisini tutan Cənubi Amerika platforması, Şimali Amerika materikinin geniş bir sahəsini tutan Şimali Amerika platforması məhz aiddir ən qədim platformalara. Məhz Qrenlandiya adasında böyük bir hissəsində, Kanada Arktika arxipelağının da böyük bir hissəsində məhz qədim platformalar yayılmışdır. Məhz həmin biz dağlardan qeyd etsək, dağlardan, yəni Baykaldan öncə yaranmış dağlar olaraq Hamersli, Maqdoniya dağlarının Avstraliyanın ərazisində, Hindistan ərazisində Şərqi Qat, Qərbi Qat dağlarını məhz Baykaldan öncəki qırışıqlıq olaraq həmin bu qədim platformalar mərhələsinə aid edəcəyik.